Salam, nəhayət mətbəximi yeniləməyə başladıq və bu da birinci hissədir. Gördüyünüz kimi artıq işləri başlayıb. Tavan tam söküldü, köhnə kafirlərin hamısını çıxardıq. Divardakı aboylar da söküldü. Ev biraz qarışıq vəziyyətdədir, amma bu artıq dəyişimin başlanğıcıdır. Açığı biraz çətin mərhələdir. Toz, səs-küy, hər tərəf dağınıq. Amma nəticənin çox gözəl olacağını bildiyim üçün çox həyəcanlıyam. Uzun zamandır xəyal etdiyim mətbəxi yavaş-yavaş qurmağa başlayırıq. Bu videoda sizə sadəcə əvvəlki vəziyyəti və söküntü mərhələsini göstərdim. Növbəti hissələrdə isə addım-addım necə dəyişdiyini, yeni dizaynı və bütün detalları sizinlə bölüşəcəm. Siz də sona qədər mənimlə qalın, birlikdə bu dəyişimi izləyək. Sağ olun.